Ə, Video rekord eləyəcəm, sonra artıq təqdimatı YouTube üzərinə yerləşdirəcəm ki, birdən çox insanlar fayda götürə bilsin. Yəqin ki, bəzi insanlar vaxt məsələsinə görə qoşula bilmir, amma bəziləriniz canlı qoşulmusunuz. Bu çox əla bir şeydir. Qeyd edeyim ki, mən çox danışmağı sevmirəm. Bacardığım qədər təlimi sizə yarım saat ərzində çatdırmağa çalışacağam. Suallarınız olduqca mən danışdıqda sizin ki, harda sualınız varsa, çox xahiş edirəm, yazılı şəkildə chat hissəsinə yazın. Hər bir sualınızı cavablandıracağam. İlk öncə mən özümü tanıdım sizə. Mən psixoloq, koç, Könül Babaşzadə. Uzun müddətdir ki, praktik psixoloq vəzifəsində çalışıram. Özüm dövlət işçisiyəm, amma eyni zamanda həvəskar olaraq insanlara ödənişsiz maarifləndirici təlimlər keçirəm, seminarlar verirəm. Bu gün də məqsəd məhz ödənişsiz şəkildə sizə fayda sunmağımdır. Bu gün danışacağım mövzu isə münasibətdə şuuraltı sxemlərdir. Ümumiyyətlə mən belə bir sualla başlamaq istəyərdim ki, kimin münasibət həyatında hansı problemləri var və mən çox istəyirəm ki, kiminsə həyatında problem varsa münasibətində biz onu şuuraltı olaraq təhlil eləyək. Yəqin ki, siz bu sözü eşitmisiniz, amma bir çoxlarınız bunu şablon kimi bilirsiniz. Praktik hissəyə gələndə yəqin ki, praktik hissədə çox çətinlik çəkirsiniz və xüsusən də insan öz həyatına baxanda onu qaydasına qoymaqda bir sıra balanssızlıq yaşayır ki, mən nə edim, ümumiyyətlə mənim şuuraltımda nə baş verir, ümumiyyətlə mən bu prosesdən necə çıxa bilərəm və s. Mən sizin üçün slayd hazırlamışam və bu slaydı da sizə təqdim edəcəyəm. Amma mən istəyirəm ki, fokusunuzu mənim danışığıma verəsiniz. Mən danışarkən siz də öz münasibət həyatınıza baxasınız. Ola bilər ki, siz indi bir münasibətdəsiz, partnyorunuz var. Ola bilər münasibətdə ailəlisiniz. Ola bilər nişanlısınız. Ola bilər sizə davamlı eks-partnyorunuzla get-gəlli bir münasibətdəsiz. Ola bilər davamlı tərk edilirsiniz. Ola bilər davamlı rədd edilirsiniz. Və yaxud da ki, yox sayılırsınız, dəyərsizləşdirilirsiniz, yetərsiz olursunuz. Ümumiyyətlə, bir var, bir yoxdur. Hər kəsin münasibəti tamam fərqlidir. Birinci özünüzdə bunu diaqnoz kimi götürəsiniz ki, mən indi həyatımda nə yaşayıram? Mənim indi münasibətim necədir? Mən toksik bir münasibət qururam. Mənim üçün toksik, zərərli olan, zəhərli olan şeylər nələrdir? Mənlə bölüşəsiz chat hissəsində çox rahat şəkildə adınızı çəkmədən sualınızı oxuyacağam. Ancaq sualınıza cavab verəcəm. Ümumiyyətlə, gəlin baxaq görək münasibətdə şuuraltı sxemlər deyəndə nədən başlanılır? Bilirəm ki, aranızda uzun müddət psixologiya və şəxsi inkişafla maraqlanan insanlar en saydadır. Bu saat da belə deyək ki, düzdür, həqiqi mütəxəssislə işləmisinizsə, bu sizə dəstək olur. Amma elə mütəxəssislər var ki, sizə konkret olaraq yol göstərə bilmir. Ümumiyyətlə, mən sxemlərdən danışmaq istəyirəm. Niyə görə? Çünki bizim həyatımızı özümüz istəsək də, istəməsək də bizim şuuraltı proqramlarımız idarə edir. Buna proqram deyə bilərsiniz, buna kod deyə bilərsiniz, buna sxem deyə bilərsiniz, buna inanc deyə bilərsiniz, buna düşüncə deyə bilərsiniz. Hər nə ad verirsinizsə verin. Mütləq şəkildə bizim həyatımızı yönəldən bir proqram var. Bəs bu proqramlar nədən ibarətdir? Gəlin ilkin etapda sıfırdan başlayan insanlar üçün biraz açılış verim. Çünki mən birbaşa mövzuya girsəm, bir çoxunuzda narahatlıq olacaq. Siz də ona qədər sualınızı rahat şəkildə yaza bilərsiniz. Mən ana və atadan dünyaya gəlirəm və ana və atadan dünyaya gələrkən məndə avtomatik olaraq 7 yaşa qədər şuuraltı proqramlama baş verir. Şuuraltı proqramlamalar necə baş verir? Baxın, hətta mən anamın bətnindən belə dünyaya gəldiyim an artıq ana bətnindən ayrılıram. İlk tərk edilmə sxemini burada yaşayıram və dünyaya üsyan edirəm. Anam mənim ümumiyyətlə bu dünya ilə emosional fon olaraq dünyanı sevmə şəklim, insanları sevmə şəklim. Atam isə mənim belə deyək ki, şuuraltı olaraq dayağım, güvən məsələlərim. Əgər mən valideynlərimlə emosional münasibətlərdə davamlı soyuq ailə modelində böyümüşəmsə, davamlı laqeydlik baş veribsə, davamlı yox deyilibsə, davamlı özümü tərk edilmiş hiss etmişəmsə, davamlı mən dəyərsizləşdirilmişəmsə, və yaxud da valideynlərimdən biri rəhmətə gedibsə, mən himayədə böyümüşəmsə, və yaxud da valideynlərimin hər ikisi məni ümumiyyətlə atıbsa, yəni 7 yaşa qədər, 11 yaşa qədər olan periodu nəzərdə tuturam. Və yaxud da ki, davamlı valideynim məni söyüb, təhqir eləyib, şiddət eləyib, vurubsa, döyübsə. Bir də mən bunu danışıram, siz əgər valideynsinizsə, öz uşağınıza qarşı olan münasibətinizə də çox xahiş edirəm, diqqət yetin. Əgər sizdə də belə davranış biçimləri varsa, bu biraz sizə sos siqnal kimi gəlməsini istəyirəm. Əgər mən 7 və 11 yaşa kimi bu tipli valideynlə böyümüşəmsə və ana və atamın məndə yaratdığı münasibət modeli, məsəl üçün deyək ki, qorxulu olubsa, şiddət içərikli olubsa, davamlı yox olubsa,
və s. Məndə proqram yazılıb. Mən böyüyürəm və mən bu proqramı başa düşmürəm. Bu proqram təkcə münasibət həyatıma sirayət etmir. Məsələn, mən böyüyürəm, atıram, gəlirəm hansısa bir insanı sevirəm, baxıram ki, bu insan məni, nə bilim, özümə dəyərsiz hiss elətdirir, yetərsiz hiss elətdirir. Başlayıram o psixoloq, bu koç, problem məndədir, bir tərəfdən özümü günahlandırıram, daxili günahkarlıq yaşayıram ki, ay Allah, mənim şuur altında nə var ki, mən davamlı məni dəyərsiz, yetərsiz, güvənsiz hiss elətdirən insanlar çəkirəm. Başlayıram bir burulğana düşməyə və özümü sorğulamağa. Amma insan nə zaman uduzmağa başlayır? Özünü günahkar biləndə. Yəni sağlam olmayan valideyn modeli ilə böyüyürüksə, yəni baxın belə deyək, məqsədimiz burada valideynləri günahlandırmaq, qınamaq, məqsədi daşımır. Əgər belə bir nöqtədəsinizsə, mütləq şəkildə terapiya ilə bunu işləmək lazımdır. Yəni bu həssasiyyət olan bir hissədir. Məsələmiz burada, yəni prosesi burada hədəfləməkdir ki, mən necə ailədə böyümüşəm, mənim ata və anam necədir. Sizə çalışma kimi deyəcəm, bunu təlimdən sonra istəyənlər edə bilər, yoxsa əgər yanınızda dəftər və qələm varsa, bunu özünüz üçün qeyd kimi eləməyinizi istəyirəm. Bir vərəqdə sağ tərəfdə yazırsınız ana, sol tərəfdə yazırsınız ata. Və sizə görə ananız necə bir xarakterdə olub, onu yazırsınız. Atanız sizə görə necə bir xarakterdə olub, onu yazırsınız. Daha sonra ortada da bir dənə mən qoyursunuz. Mən özümü ata və anama nəzərən necə hiss edirəm? Məsələn, olar ki, bir çoxunuz deyərsiniz ki, atama nəzərən özümü günahkar hiss edirəm, atama nəzərən özümü tərk edilmiş hiss edirəm, rədd edilmiş və yaxud da anama nəzərən özümü yetərsiz, dəyərsiz, nə bilim, xəsis hiss edirəm. Baxın, bu duyğuları mütləq şəkildə vərəqdə qeyd eləyin. Bu biraz fərqindəlik kimi olsun, yəni ilkin etapda başlayırsınızsa. Və baxın, görün ki, sizin öz valideynlərinizə aid düşüncələriniz nələrdir? Öz ananıza aid düşüncəniz nədir? Öz atanıza aid nələrdir düşüncələr? Baxın, bu düşüncə modeli siz istəsəz də istəməsəz də şuur altında varsa ki, mən anamı və atamı qəbul etmirəm bir yerdə şuuraltı prosesdə. Siz münasibət həyatında da qarşınızdakı partnyoru davamlı dəyişdirməyə çalışacaqsınız. Bir insan niyə görə qarşındakı insanı dəyişməyə çalışır? Niyə görə qarşıdakı kişini dəyişməyə çalışır? Qarşıdakı qadını dəyişməyə çalışır? Onu müqayisə edir. Niyə görə? Çünki şuuraltı olaraq öz ana və atasını qəbul etmir. Ana və atasını qəbul etməyən insanlar münasibət həyatında qarşı tərəfi günahlandırır, qarşı tərəfi dəyişdirməyə çalışır. Amma sizə bir dənə sir verim, bunu manipulyasiya kimi istifadə etməyin. Bir insan münasibətdə o zaman xoşbəxtliyə gedəcək ki, o insan qarşıdakı insan olduğu kimi görür, olduğu kimi qəbul edir və onu dəyişməyə çalışmır. Amma sən həyatında bir insanı seçib, onu dəyişdirməyə çalışırsansa, onu müqayisə edirsənsə, onu qınayırsansa, burada problemli hissə səndə ola bilər ki, sən bu hissəyə baxmalısan. Deməli, mənim hansı ana və ata modelimlə böyüməyim və mənim üçün ailə nə deməkdir? Bir də özünüzə belə bir sual verin. Mənim üçün evlilik, mənim üçün ailə, mənim üçün qadın-kişi münasibəti ümumiyyətlə nə deməkdir? Çoxunuz qorxursunuz, çoxunuz deyirsiniz ki, evlənənin ağlı yoxdur. Bəzisiniz deyirsiniz ki, evlənmişəm, başıma daş düşüb, kaş evlənməzdim, kaş belə, kaşlar çoxdur, bəlkələr çoxdur, kaş ayrılardım, kaş boşanardım, kaş çıxıb gedərdim, vaxtında edərdim, nə bilim, en qədər cümlələr deyirsiniz. Niyə? Bunlar bizə istəmsizcəsinə elə bil ki, proqramlanan bir kodlardır, bir proqramlardır ki, biz indi bunu öz həyatımıza gətirib çıxartmışıq. Və bugün mən münasibətimdə uğursuzluq yaşayıramsa, bugün mən görünmürəmsə, eşidilmirəmsə, özümü ifadə edə bilmirəmsə, özüm kimi ola bilmirəmsə, davamlı dəyərsiz, davamlı yetərsiz, davamlı özümü üzr istəyirəm, zibil kimi hiss edirəmsə, mənim artıq vaxtımdır ki, mən öz üzərimdə işləyim. Özümü gizlətmədən işləyim. İnsan hansı halda özündən qaçır? Başqalaşanda. Həyatında kim olursa olsun, sən əgər özünə aid olan bir nöqtədə deyilsənsə, sən davamlı dəyərsizsən, sən davamlı yetərsizsən, sən davamlı güvənsizsən, sən davamlı bir heçmiş kimi hiss edirsən. Çünki niyə görə? Çünki sən özündə deyilsən. Sən bu saat başqalaşmısan. Sən bu saat görələr, ana-atama görə, valideynimə görə, övladıma görə, yoldaşıma görə, partnyoruma görə və sizə elə gəlir ki, bugün ayrılmaqda əziyyət çəkdiyiniz partnyordan başqa dünyada başqa kişi yoxdur, ya başqa qadın yoxdur.
Bir də burada asılılıqda olan insanlar var. Mən ümumiyyətlə belə deyim də 6-7 may tarixlərində ödənişsiz dəyərsizlik workshop keçirəcəm inşallah ki. Orada texnikalar paylaşacağam. Kim istəsə təlimdən sonra Xədicə xanıma da demişəm, məlumat verəcəksə, keçid eləmək istəyən insanlar, yəni keçid eləyə bilər. İndi mən sizə bir söz deyim. Niyə görə biz bu döngülərdə ilişib qalırıq? Nə baş verir? Yəni baxın, burada məsələ bilirsiniz nədir? Burada məsələ odur ki, mən düşünürəm ki, bəzi şeylər var ki, mən özüm seçmirəm, qismətlə olur. Bəziləriniz buna qismət deyə bilərsiniz. Bəziləriniz buna nə bilim seçim deyə bilərsiniz. Hər nə deyirsinizsə deyin, həyatımızda bir şey varsa bizə bir dərs vermək üçün gəlir. Mən bu dərsi alana qədər bu döngü davam edir. Eyni döngü davam edir. Eyni döngü davam edir. Məsələn, gəlin elə praktik deyək. İndi mən suallara da baxacağam. Mənə deyin kim yəni ayrılıb, fərqi yoxdur. Ola bilər münasibətdə ayrılıb, evlilikdən ayrılıb, nişanlı olub ayrılıb. Və yaxud da mənə deyin kimin hal-hazırda münasibəti var, soyuqdur, getgəlidir. Və yaxud da deyin mənə kim. Çünki mən bilim ki, burada kimlərdir daha çox o istiqamətdə danışıb. Kim eks-partnyorunu geri qaytarmaq istəyir və yaxud da ki, eks-partnyoru bəli, video kayd olacaq və yaxud da eks-partnyoru davamlı onu get-gəl halda saxlamış olur. Baxın, bunlardan mənə yazın. Mən sizin suallarınıza uyğun cavablar verəcəm, narahat olmayın. Sadəcə biraz mövzunu açım ki, biraz daha da başa düşək prosesi ki, bilirsiniz necə, təlimin məqsədi yəni belə deyək, sizə öyrətməkdir, bir fərqindəlikdir. Sualla cavab onsuz da həmişə olacaq. Baxın, gəlin birinci etapda biz başlayaq mənim tərk edilmə sxemimdən. Ümumiyyətlə, psixologiyada şema terapiya, sxem terapiya deyilən bir terapiya yöntəmi var. Mən 2025-ci ilin aprel ayında 25 insanla sxem terapiya təlimini keçmişdik qapalı Telegram kanalında. Yəni o təlim proqramı çox uzun idi. Bu gün isə sizə təqdim edirəm. Əgər mənim tərk edilmə sxemim varsa, məndə avtomatik olaraq məni mütləq tərk edəcəklər. Bir qorxum var. Bu insanlar nə edir? Həddindən artıq bağlanır, mesaj gec cavab gələndə panika yaşayır, münasibətdə yapışırsınız. Sanki mən nə isə etməliyəm ki, qarşımdakı insan getməsin. Sanki mən nəsə etməliyəm ki, qarşımdakı insan mənə yazsın. Sanki hər şeyi mən səbəbkaram, sanki hər şeydə mən günahkaram. Aranızda belə hiss edənlər varsa, mütləq şəkildə mənə yazsın ki, hə, mən məsələn özümü belə hiss edirəm. Aha. Baxın, biz eyni döngündə deyim, bayaq cümləm yarımçıq, eyni döngünü halda yaşayırıq ki, buraxa bilmirik. Təkrar gedirik eyni vaxtda. Terapiya alırıq, psixoloqla işləyirik, koçla işləyirik. Fərqi yoxdur, kimlə işləyirsiniz. Sizə xoş gələn bir insanla belə işləyirsinizsə, əgər sən o prosesə stop deyib yox deyə bilmirsənsə, bəli, YouTube-da qalacaq. Amma canlı baxa bilirsinizsə, canlı baxın ki, sizin üçün də suallar cavablandıranda maraqlı olsun. Vaxtında, deməli, tərk edilmə sxemində mütləq məni tərk edəcək sxemi olduğuna görə, yəni sanki yapışırsınız, buraxa bilmirsiniz. Dəyərsizlik nədir? Dəyərsizlik ümumiyyətlə çox geniş bir anlayışdır. Bu sxemdə olanlar, davamlı özümü başqa münasibətlərdəki insanlarla müqayisə edirəm, qarşı tərəfi idealizə edirəm. Məsələn, deyək ki, qarşı tərəfin cəmi bir maşını var. Mənə elə gəlir ki, fisyon, ancaq bu insandadır bu maşın. Və yaxud da qarşı tərəf deyib ki, biznesmendir. Xüsusən də aslı münasibətdə əziyyət çək. Ayrıla bilmirsiniz ki, biznesdir, pulu var. Mən ayrılsam nə olaram? Sanki yapışmısınız ona. Sevgini qazanmalısan ki, nəysə, sən kişiyə cinsəllik verməliyəm ki, məni sevsin, qadına pul xərcləməliyəm ki, məni istəsin. Baxın, bu tipli yanaşırsınız. Sevgi qazanmaq çabası, görsün, duysun. Estetik əməliyyata onun üçün girirsiniz. Nə bilim, yaxşı pul qazanım, ev alım, maşın alım, nəsə verim ki, o insan məni görsün. Baxın, bunlar bizim sxemlərimizdir. Bu sxemlər bizdə nə zaman yaranmağa başlayır? Hansısa etapda qırılmışıq. O dediyim birinci çalışmalarını eləyərsiniz. Hansı etapda mən bunu özümə proqramlamışam ki, bu baş verib. Yəni, mən də davamlı tərk edilmə sxemi olan insanlar adətən bilirsiniz necə olur? Təşvişli insanlar olur və çox güman ki, hansısa etapda, şuuraltı prosesdə mama onu tərk edəcəyini, ata onu tərk edib bir vaxtlar, uşaq vaxtı və yəni beyin olaraq elə algılayıb. Ona görə də həyatında bugünkü olan insanlar davamlı onu tərk edən insanlardır. Təbii ki, bunu texnika ilə aradan götürmək mümkündür, üzərində işləmək mümkündür. Bu prosesi, yəni rahat yanaşmaq olar. Siz baxın, görün, sizdə hansı sxem var? Mən birinci sxem dedim, tərk edilmə. Bu varmı sizdə? İkinci sxem dəyərsizlik varmı sizdə? Özünüzdə bunu qeyd edin. Görün, varmı və sualınızı ona əsasən verin və ondan sonra işləyək sizinlə. İndi hələ ki, ümumi danışıram, sonra işləmək prosesinə keçəcəm. Elə insanlar var, istifadə olunmaq proqramı var.
şübhə eləyirsiniz. Məndən istifadə eləyəcəyi. Ancaq istifadə edilmək, qarşı tərəfi ancaq yoxlayırsınız, test edirsiniz. Ola bilər podruqanız vasitəsilə, ola bilər belə deyim də sizə kimlərsə vasitəsilə test edirsiniz, yoxlayırsınız, əmin olmaq istəyirsiniz. Sanki kimsə sizi incidəcək, sanki sizi nəsə olacaq. Məsələn, mən ümumiyyətlə özüm şəxsən bir psixoloq olaraq YouTube-da da çoxlu ödənişsiz videolar qoymuşam. Instagramda da çoxlu qoymuşam. Məsələn, indi də ödənişsiz təlim. Məsələn, məqsədim nədir? Bir insan mənlə əgər işləyəcəksə bir psixoloq olaraq mənə tam güvənsin. Çünki mənə güvənməyən insanla mən işləmək istəmirəm. Məsələn deyirəm. Amma mənə güvənmələri üçün də bir vasitə qoyuram ki, adi simvolik. YouTube kanalı qoymuşam, Instagram kanalı qoymuşam, sizlə canlı görüşürəm. Məsəl üçün ki, sizdə bu güvəni yaradıb. Amma münasibətdə bunun əksini eləsək, məsələn, münasibətdə bir insan sizə güvənmək üçün şərait vermirsə, elə orada güvənməməkdə haqlısınız. Yəni bir insanla görüşürsüz, telefon üzü aşağıdırsa, nə bilim, gecə evə gec gəlirsə, 3-də gəlirsə, yəni bu insan real gözünün içinə baxa-baxa qəsdən səni şübhələndirəcək hərəkətlər eləyirsə, təbii ki, inanmamaq, güvənməmək bu normaldır. Amma bir də var ki, bir insan sizə açıq-aydındır, telefonunu belə göstərir, nə bilim, evə vaxtında gəlir. Misal üçün deyirəm, sizə gündəlik hara gedir, məsələn, normal belə deyək, kommunikativ prosesdə sizə izah edir. Hər şey normal olan halda siz şübhələnirsinizsə, burada artıq sizə biraz baxmaq lazımdır. Birinci halda manipulyasiya olunursunuz, gaslighting və yaxud da ki, emosional manipulyasiya güclü şəkildə. Çünki sizdə istifadə olunmaq proqramı var. İkinci halda siz düşünürsünüz ki, sizdə belə deyək ki, hər ikisində istifadə olmaq problemi var. İkincidə isə sadəcə olaraq sizin bununla bağlı aldığınız hansısa bir travmatik bir proses var. Emosional məhrumiyyət sxemi, emosional boşluq. Məni anlayan yoxdur, məni sevən yoxdur, məni görən yoxdur, məni eşidən yoxdur, məni başa düşən yox. Sanki dünyada insanlar məni görmür, sevmir, duymur. Xüsusən də münasibət. Kimlə girirsiniz, girin. Tək qalmaq. Çünki niyə görə? Mən burada çox dərin danışa bilərəm. Sadəcə hər kəsin vaxtını hörmət edirəm. Uşaq vaxtı, təkrar edirəm, anadan doymayan şəxslər uşaq vaxtı anadan emosional sevgi, qayğı, dəyər, yəni bu emosional olaraq fonda ola bilər ki, siz deyə bilərsiniz ki, anamla münasibətim bomba keçib, anam indi. Uşaq vaxtı əgər sən şuuraltı səviyyədə danışıram, mən burada real mama papadan danışmıram, şuuraltı səviyyədə səni psixan mamadan doymayıbsa, mamadan emosional olaraq sevgi mövzusunda açsansa, sən davamlı olaraq bu acılığı yaşaya bilirsən. Yəni, məni heç kim başa düşmür, yanlış insanlara bağlanırsan, toksik münasibətlərə girirsən, yox sayılırsan və s. Ümumiyyətlə, mən indi istəyirəm 5 ilə 6-cı sxemə keçməmişdən öncə, ya da ki, qoyun elə 5 ilə 6-ya keçim. Ondan sonra mən başlayayım. Suallarınızı bir də kopiravat edib saxlayın, birdən Zoom linki atar, bilmirəm. Yəqin ki, vaxtımız var hələ. Asılılıq sxemi. Tək bacarmaram. Qarşı tərəfdən qərar gözləyirsiniz. Məsələn, tutalım ki, biri sənə sevgi vermir, rədd edilirsən, amma sevgi versin deyə nə isə eləməyə çalışırsan. Biri sənə cinsəllik versin istəyirsən, amma sənə vermir. Nəsə istəyirsən qarşı tərəfdən, o sənə ürəyin istədiyi kimi sunmur. Və o sunmadığı müddətcə sən illüziya düşürsən. Xəyal qurursan ki, yəqin dəyişər, yəqin düzələr, gedim bu ritualı edim. Hətta tarot belə baxdırırsınız ki, dəfələrlə bilirəm də, ümumiyyətlə, AKP olan insanlar, takıntılı olan insanlar ən çox etdiyi bir şey rituallardır, əməllərdir. Hətta ən pis versiyada, ən sıfırıncı həyat o səviyyəsi deyilə, cadu pitiyər atırlar ki, qarşıdakı insanı dəyişsin. Çünki aslısınız. Amma bir dəfə başa düşsəz ki, məndə psixoloji bir narahatlıq var, mən asılıqdan əziyyət çəkirəm. Bunu yəni o yerə gedib tökdüyünüz pulun bir qismini psixoloqla işləməyə töksəz, siz başa düşərsiniz ki, məndə asılılıq var. Asılılıq 2 cür olur və hətta 3 cür olur. Maddi asılılıq, puluna görə kiməsə asılısınız, ayrıla bilmirsiniz, vaz keçə bilmirsiniz. Sevgi asılılığı, sanki sizə ondan başqa sevən olmayacaq. Bir də cinsel asılılıq. Hətta asılığa belə ən qədər belə çoxaltma. Cinsel məsələn, çoxunuz F-body olanlar var aranızda, ancaq bədən təmassız, aranızda emosional kontakt yoxdur. Bəzilərinizin arasında cinsəlliklə pul teması var, heç emosionallıq yoxdur. Yəni, hamısı asılılıqdır. 4 etapda insan uyğunlaşmırsa asılıdır. 4 etap hansıdır? İntellektual, emosional, daha sonra maddi və bədən olaraq 4-ündə də uyğunlaşırsınızsa sağlam ilişkidəsiniz. Amma 4-ündə uyğunlaşa bilmirsinizsə, bu asılı və toksik münasibətdir. Belə olan halda siz ehtiyac üzərindən münasibət qurursunuz. Ehtiyac üzərindən qurulan münasibət də toksik olur. Toksik münasibətdə mütləq şəkildə ya ayrılıq olur, ya tərk edilmə olur, ya rədd edilmə olur, ya mütləq şəkildə ayrılmalısınız. Amma takıntılı qalırsınızsa, ilişirsinizsə, baxmaq lazımdır ki, həyatımdakı insan mənə
Mənə nə üçün gəlmişdi həyatıma? Mən nə üçün bu tip insanı seçmişdim? Bu tip insandan almalı olduğum dərs nə idi? Mənə nə yaşatmış olur? Özünə qurban vermək, fədakarlıq, sevilmək üçün verməliyəm. Həddindən çox fədakarlıq edirsiniz, yox deyə bilmirsiniz. Öz hisslərinizi ikinci hissəyə atırsınız. Daha sonra aqressiv davranış göstərə bilərsiniz, inciklik göstərə bilərsiniz və s. Yəni aşırı fədakarsınız. Bilmirsiniz qadın rolundasınız, bilmirsiniz məsələn ana rolundasınız. Bəzi xanımlar qadın rolunu unudur kişi ilə münasibətdə. Bəzi kişilər də qadınlarla münasibətdə kişi rolunu unudur. Ya atası olur, qadın da mama olur. Mama və ata olanda münasibət getmir. Çünki orada sən uşaq olma. Mama, papa olan münasibətdə birinci tərəf mamadırsa, ikinci tərəf uşaq olmalıdır. Birinci tərəf atadırsa, ikinci tərəf uşaq olmalıdır. Yəni belə deyim də siz artıq orada qadın kişi kimi münasibətə girmirsiniz. Ata və uşaq kimi girirsiniz münasibətə. Və elə olan halda sizdə avtomatik olaraq cinsel həyatınıza sirayət edir. Məsələn, xəyanətlərin çoxunun baş verən belə deyək ki, etaplar harda olur? Tələbatlar və ehtiyaclar üst-üstə düşmür 4 etapda. Ya onu mama kimi görür, ya onu papa kimi görür. Yəni ki, o yerdə görə bilmir deyə edə bilir. Ümumiyyətlə xəyanətin fərqi yoxdur. İstəyir qadın olsun, istəyir kişi olsun. Yəni fərqi yoxdur kim eləyir eləsin. Bu şəxslər həqiqətən uşaq vaxtı üçbucaq münasibət yaşayan insanlar olub. Öz ana və atasını da bilməyib ananı seçsin, bilməyib atanı seçsin. Özünü tam olaraq, ehtiyacını tam olaraq seçə bilməyən insanlardır ki, daha çox xəyanətə meyl edir. Və təbii ki, siz özünüzə sual verin. Mən xəyanəti ümumiyyətlə keçə bilərəmmi? Bizim 7-ci sxemimiz yüksək standartlar sxemidir. Sanki malım əllərləndir. Ev olmalıdır, maşın olmalıdır, pul olmalıdır, yemək almalıdır, brend markalar almalıdır, belə olmalıdır. Məsələn, qadınla evlənir, qadına standartlar qoyulur. Məsələn, yubka belə geyinməlisən, çölə çıxmalısan, nə bilim falan, ancaq malım əllər, evlər təmiz olmalıdır, yeməklər bişirilməlidir. Və yaxud da ki, yüksək, məsələn, ola bilər ki, sizə görə partnyorunuz, məsələn, tam həmişə yaxşıdır, amma bir dəfə pis olanda pis olmalı deyilsən, sən niyə beləsən tipli yanaşırsınız? Standartınız yüksəkdir, yəni reallıqdan çox uzaqsınız. Bir insanın da pis ola biləcəyini, onun da yaxşı ola biləcəyini qəbullanmaqda çətin çəkirsiniz. Baxın, münasibətdə qurduğumuz sxemlərdə yaşanan problemlər bunlardan ibarətdir. Bu sxemlər bizdə olduğu müddətcə biz özümüzü belə bilək ki, sağlam olanda deyil də sağlam olmayanda tapırıq. İndi mənə sual verə bilərsiniz və normaldır. Mən indi keçirəm sualları cavablandırım. Mənə sual verə bilərsiniz ki, yaxşı, bunları mən başa düşdüm, bildim, mən necə bunun öhdəsindən gələ bilərəm, necə inkişaf elətdirə bilərəm özümü. Birinci növbədə bir şeyi aradan qaldırmaq istəyirsinizsə, birinci növbədə həyatında baş verən bir şeylərin həyatımda nə üçün baş verdiyini anlamaqdır. Məsələn, ödənişsiz görürsüz təlimlər keçirilir də, söhbət tək mənim təlimimdən getmir, digər əməkdaşlar da keçir sizindən. Niyə görə ödənişsiz keçirilir? Bu insan birinci olaraq başa düşsün ki, hətta ödənişsiz başa düşsün ki, mən ümumiyyətlə həyatımda nə yaşayıram? Bu şey həyatımda niyə baş verir? Məsələn, bugün siz malım əlini başa düşdünüzsə, siz artıq anlayırsınız ki, mən həyatımda çox malım əllər yükləmişəm. Artıq bunu başa düşmək belə bir dənə fərqindəlik oldu. Və yaxud da dəyərsizlik. Başqası məni görsün, sevsin deyə özümü dəyişdirməyə çalışıram. Və yaxud da ki, tərk edilmə sxemi. Başqası məni tərk etməsin deyə yapışıram. Bunu ona görə bilmək mənə vacibdir ki, məsələn, bayaqdan danışdım. Bunu ona görə bilmək mənə vacibdir ki, mən başa düşüm ki, ümumiyyətlə mən nə edirəm? Mən əgər bunu başa düşə bilmirəmsə, birbaşa həllə qaçıramsa, bu mümkün deyil. Mən birinci başa düşməliyəm ki, ümumiyyətlə, məndə bu sxemlər nədən formalaşıb? Mənim ümumiyyətlə, hansı etapda, mən necə bir ailədə böyümüşəm, mənim ana-atam necə olub, mən necə münasibət görmüşəm, ümumiyyətlə, evlilik nədir mənim üçün, münasibət nədir mənim üçün, mən nə yaşayıram ümumiyyətlə, həyatımda niyə bu var? Məsələn, ola bilər çoxunuz sehirə yönəlirsiniz, nə bilim, spirituallığa qaçırsınız. Əslində sehirə yönəlmək, tarotdur, spirit, biraz özünün reallığını inkar etmək deməkdir. Yəni, psixoloqa niyə görə tək-tük insanlar gedir? Mənə görə tək-tük insanlar getmir, yetərincə insanlar var, öz müştərilərimə xəyanət eləməyim. Amma psixoloqla həqiqi realist insanlar işləyir. Hansı ki, net özünlə üzləşmək istəyən, nəticə almaq istəyən insanlar işləyir. Amma tarotdur, spiritualdır, cadu əməldir, öz reallığını qəbul etməyən insanlar işləyir, qaçır. Qəbul etmir ki, məsələn, məndə istifadə olmaq sxemi var. Başlayır, narahat olur, gedim bir dənə kart atdırım, görüm, filan kəs mənə nə deyəcək. Başlayır özünü ondan malalamaq. Amma proses dəyişmir axı. Yəni, bu prosesi dəyişmək köklü surətdədir. Ona görə birinci etapımız nə olur? Birinci etapımız o olur ki, mən başa düşürəm ki, mən indi nə edirəm? Özümü analiz edirəm. Davranış olaraq mən nə edirəm? Mən nə üçün bu insanı həyatıma seçmişəm? Mənim buradan almalı olduğum dərs nədir?
Bunu biləndən sonra ikinci etap siz mütləq şəkildə öz üzərinizdə şəxsi inkişaf keçməlisiniz. Bunu ödənişsiz marafon vasitəsilə də keçə bilərsiniz, texnikalar eləyə bilərsiniz, meditativ, amma bunu sizə birbaşa mütəxəssis tərəfindən yazılmış. Məsələn, ola bilər siz YouTube-da açıb müəyyən şeyləri edirsiniz, o malalamaq üçündür. YouTube sizi malalamaq üçündür. Yəni meditasiya sizi belə deyim də sizi 1 saat sakitləşdirəcək və yaxud da ki, deyək ki, sizi atıram da bir 10 gün malalayırsınız özünüzü ki, sakit qalın. Yəni meditasiya ilə müvəqqəti özünüzü şey edirsiniz, amma kök səbəb yenə qalıb. Bu da effektli deyil. Ona görə bir psixoloqun himayəsində, bir koçun himayəsində işləməyiniz daha sizə qaranti verir. Çünki YouTube-a məsələn 1 milyon insan baxır. Məsələn, bu ödənişsiz vebinara da nə qədər insan, sizdən sonra bəlkə 1000 plus baxış olacaq da. İndi ən azı bilirəm ki, 1000-i keçəcək. Bu nə qədər insan baxacaq, amma bu üzərində işləmədiyi müddətcə bu sxem səndə qalacaq. Ona görə bir psixoloq və koçla, mütəxəssislə ikinci etapda işləməyin çox vacibdir. İndi gəlirəm suallarınıza cavab verim ki, bir çoxunuza deməli kömək ola bilim. Görüm nə suallar yazmısınız. Aha, deməli, misal mən həmişə münasibətlərdə dəyərsizləşdirilirdim. İndi münasibətlərdə qaçan roldayam. Bağlanmaqdan qorxuram. Ümumiyyətlə, bir münasibətdə dəyərsizləşdirirsiniz, yoxsa davamlı olaraq bütün münasibətlərdə dəyərsizləşdirilirsiniz? İndi buna baxmaq lazımdır. Əgər belə etap baş verirsə, mən texnika yazmışam. 6-7 may ödənişsiz şəkildə deməli dəyərsizlik workshop olacaq. İştirak edə bilərsiniz. Bu öz yerində. İndi sualınıza cavab verirəm. Hansı valideyninizdən hələ də qaçırsınız? Hansı valideyninizi hələ də qəbul edə bilmirsiniz ki, davamlı münasibətlərdə dəyərsizləşdirilirsiniz? Yəni bu hissəyə baxmaq lazımdır. Hansısa valideyni daxilən qəbul edə bilmirsiniz, qaçırsınız şuuraltı olaraq və sizə ilk dəfə özünüzü belə deyim, siz ilk dəfə özünüzü nə zaman dəyərsiz hiss eləmirsiniz? Bu nöqtələrə baxsaq, cavab sizə çox aydın olacaq. İndi ola bilər sizə çətin gəlsin, ona görə deyirəm ki, bir psixoloq və koçla şəxsi inkişaf götürmək çox vacibdir. 2. Salam, mən son zamanlar uşağıma qışqırmağa başlamışam, özümü almağa çalışıram, amma baxın, sizə nə səbəb olur? Baxın, belə deyim də, sizin kiməsə, ola bilər yoldaşınız, ola bilər ailədə kiməsə qarşı aqressiyanız var və hətta özünüzə qarşı da ola bilər. Bu aqressiyanı özünüzdə həzm edə bilmirsiniz deyə uşağı buna vasitə edirsiniz. Uşaq birbaşa ana və atanın daşıdığı emosional fona cavab verir. Yəni uşaqda yaranan problemlər birbaşa ana və atanın emosional fonu ilə əlaqəli ola bilir. Əgər mən uşağıma qışqırmağa başlamışamsa, mən baxmalıyam ki, mənim nəyə qarşı aqressiyam var ki, mən bu aqressiyanı çıxara bilmirəm sağlam şəkildə, uşağa qarşı yönətməyə çalışıram. Qısqanclıq var qarşı tərəfə də. Bunu başa düşmədim. Açıq aydın yazarsınız. Mən özümü zibil kimi hiss edirəm. Zibil dediyimiz şeyi gəlin adlandıraq. Mən özümü dəyərsiz hiss edirəm, yetərsiz hiss edirəm, güvənsiz hiss edirəm, qorxaq hiss edirəm, cəsarətsiz hiss edirəm. Mən ümumiyyətlə heç nə hiss etmirəm. Buna baxmaq lazımdır. Bunu mən sizlə işləyə bilərəm. Donmuş hisslər texnikasından. Hansı anda ki donub qalmısınız, hansı anda ki siz çıxa bilməmisinizsə, yəni donmuş hisslər texnikasından bunu çıxarmaq mümkündür. Bunu da yalnız və yalnız mən şəxsi inkişaf proqramlarımda insanlara sunmuşam. Xüsusən də maqnetizm, A-dan Z-yə olan münasibətlər klubu var. O klubu açmışam. Orada münasibət mövzusunda bu texnikanı biz işləyirik. Sizlə işləmək lazımdır ki, siz hansı yaş dövründə qalmısınız ki, hələ də o emosiyanı indiki həyatınıza gətirmisiniz. Sizin də axşamınız xeyir. Mənim də sizə baxışlarımda ürək işarəsi oldu. Okey. Münasibətim get-gəlidir, soyuqdur. Hansı valideyniniz sizə qarşı soyuq olub? Hansı valideyninizin hələ də belə deyək ki, yəni soyuq yanaşıb ki sizə? Siz bugün həyatınızda da o ssenarini təkrar yaşamağı seçirsiniz. Çünki hələ ki orada sizi soyuq münasibətdə saxlayan bir şey var. Soyuq münasibətdə saxlayan şeyi siz almağa çalışırsınız, hələ ki ala bilmirsiniz. Hal-hazırda asılılıqdasınız. Asılılıq texnikası sizə kömək olacaq. Allah deyirsiniz ki, Allah bunları çıxarır ki, qabağıma ağıllan. Əslində həyatda olan hər birimiz bir-birimizə bir örnəkik. Sadəcə əgər işləyəcəksinizsə, həqiqətən bir mütəxəssislə işləyin. Həqiqətən işinin peşəkarı ilə işləyin ki, yəni pul xətrinə, nəysə görə düzdür, belə edən insanlar da var, amma zaman-zaman keçdikcə artıq görürsüz, yəni hər şey göz önündədir. Sosial media olsun, danışıqlar olsun, YouTube olsun, hər kəsi izləyin, baxın sizə uyğun olan düzgün mütəxəssis seçin və işləyin və düzəlməyən heç nə yoxdur, hər şey düzələcək.
Bəli, atam ola-ola atası sevgisinə möhtac olmuş. Mən də istifadə olmaq proqramı varsa sizdə, istifadə olunmaq proqramı varsa sizdə, hansısa etapda ananız sizdən istifadə edib, sərhədləriniz pozulub, yox sayılmısınız. Ona görə də sizi davamlı olaraq istifadə edə biləcək insanları həyatınıza çəkirsiniz. Yəni bir də istifadə olunmaq proqramı varsa, yəni mütləq şəkildə bu kök səbəb daxili uşaq obrazından iş olacaq. İndi bu may ayında mən sizə bir söz deyim. May ayında mən çalışacağım ödənişsiz konsultasiyalar keçirim. Sırf 15-20 dəqiqəlik və limitli yer ayıracağam. Həqiqətən ehtiyacı olan insanlarla sırf o konsultasiya prosesində diaqnostik hiss eləyib deyə bilərəm sizə ki, hansı etapda erişib qalmısınız və onu sizlə necə işləmək olar və necə işləsək siz nəticə götürə bilərsiniz. Güvənsizlik problemi varsa, dayağınız zəifdir. Hansı etapda ki, güvənsizlik yaşayırsınızsa, ən çox etapda qırılmısınız. Məsələn, deyək ki, mənim pul qazanmaqla bağlı güvənsizliyim var. Deməli ki, mən burada dayağım, yəni ata obrazım üzərində iş lazımdır. Atamı qəbullama, yəni şuuraltı prosesdə qəbullanma, dayağımı formalaşdırmaq lazımdır. Ola bilər ki, güvənsizlik var ki, kimsə sizi aldada bilər. Bu məsələsi. Məndə münasibət yaxşıdır, insanlar tərəfindən görülmür. Ümumiyyətlə, münasibət deyəndə tək kişi-qadın münasibəti nəzərdə tutulmur. Burada iş münasibəti, digər insanlarla da münasibət nəzərdə tutulur. Elə ola bilər ki, münasibət həyatınızı sizi qane edə bilər, amma digər insanlar tərəfindən görülməməniz bu sizin seçiminiz də ola bilər və yaxud da ki, hansısa etapda öz ana və atanız tərəfindən yetəri qədər görülməmisiniz deyə bu həyatınıza sirayət edir. Bunun üzərində işləmək lazımdır. Eynən, bəli, anam istifadə edir, hər şey yüklüyür, amma 5 ayda uzaq qalmışam istifadəyə görə. Uzaq qalmaq demir, sərhəd. Siz əgər 18 yaş üzərisinizsə, siz artıq yetişkin bir şəxsiniz. Sizin valideyninizə sərhəd qoymaq hüququnuz var. Ona görə bax deyirəm ki, hər şey bir-birindən əlaqəlidir. Yəni bütün sxemlər bir-biri ilə əlaqəlidir. Bu sxemləri düzgün mütəxəssislə işləyəndə çözülmüş olur. Elə bir şey olmur ki, məsələn deyim də, bir şey işlənməmiş olsun, amma düzgün mütəxəssislə işləyəndə. Uşaqkən ata-anaya qarşı ilk addım mən atmanın düşüncəsi ortada qalmısınız, üç bucaq. Atam dediyi yeri eynən tutub apardı. Aha, baxın, bu proses sizdə travmatik yara buraxıb. Bunun üzərində işləmək lazımdır. Siz gələcəkdə evli kişiyə yönələ bilərsiniz və yaxud da ki, üçlü münasibətdə qala bilərsiniz. Bu hallar ola bilir. Okey, mən indi sizə özümün şəxsi inkişaf proqramı təqdim edəcəm. Xədicə xanımdan da xahiş edəcəm, öz şəxsi qrupunda yazar. Mənim qrupumda olan iştirakçıları da mən sunacam. Mənim şəxsi inkişaf bilirsiniz ki, kanalım var. Bu kanalın adı deməli mənəvi həyatlardır. Mənəvi həyatlar 3 moduldan ibarətdir. Əgər baxın, birinci modul ana və ata ilə birbaşa travması olanlar, daxili uşaqlıq versiyaları zədəli olanlar. Qeyd edim ki, burada hər bir şey belə yazılıb, siz buna baxmayın. Telegram kanalındadır, podkast şəklindədir. Qeyd edim ki, texnikalarla zəngindir və praktik çalışmalarla zəngindir. Güvən duyğusu, dəyərsizlik duyğusu, yetərsizlik duyğusu, rədd edilmə, tərk edilmə, sağlam uşaq böyütmək, münasibətlər, sərhəd qoymaq, daxili ana obrazı, daxili ata obrazına iş, hamısı modul 1-dədir. Mənəvi həyatlar. Bu səninlə terapiyadır. Yəni birinci modula qoşula bilərsiniz. İkinci modul daha genişdir. Burada manipulyasiyalar, narsistlər, illüziyalar, egoist münasibətlər, aslı münasibətlərdən çıxış, tərk edilmə, daxili aqressiya yönətmə, dəyərsizlik, protest, olanı olduğu kimi qəbul etməmək. Burada daxili kişi, daxili qadın, o eril dişil enerji deyirsiniz. Bax, bu məsələlər, öz ehtiyaclarımı anlamaq. Elə insan var, soruşsam ehtiyacın nədir? Öz ehtiyacını bilmir. Bunların hamısı da modul 2-dədir. Modul 3-də isə münasibətdə uğursuzluq sxemidir. Başdan ayağı münasibətlər sxemidir də, 4 etaplı. Fiziki, seksual, etiraz, yaxınlıq, emosional, duyğusal əlaqələrin olması, uğurlu münasibət necə qurulur, praktik hər yöntəmi vermişəm. İtirmə duyğusu, tərk edilmə, dəyərlilik, güvən duyğusu, enerjimi necə toplaya bilərəm, resursu necə bərpa edə bilərəm. Toksik münasibətlərdən çıxış, uğurlu münasibət necə qurulur? Daha sonra, ana və atam nə üçün məni belə proqramladı? Həqiqətən şuuraltı səviyyədə başa düşmək, həqiqətən mənə lazım olan doğru insanı seçmək. Bu hamısı modul 1, modul 2, modul 3 şəklində mənəvi həyatlar
Mənəvi Həyatlar kanalındadır. Kim qoşulmaq istəsə, mənim Instagram üzərindən də yazıb qoşula bilərsiniz. WhatsApp nömrəmdən də yaza bilərsiniz. Xədicə xanımın şəxsinə yazıb nömrəmi də əldə edə bilərsiniz. Qrupdan mənə də yaza bilərsiniz. Mən öz əlaqə nömrəmdən yazıram. Yəni bunların üzərində işləməyiniz üçün mütləq şəkildə iş lazımdır. Nə qədər ödənişsiz təlimə qoşulsanız da, nə qədər YouTube-dan da baxsanız, mütəxəssisdən də baxsanız, düzdür, bu sizə fayda olur, amma 20%. Digər 80%-ni sən öz üzərində işləməyəndən sonra, şuuraltı proqramlama etməyəndən sonra həyatında eyni, məsələn, buradan çıxacaqsınız, çoxunuz eyni həyatda davam edəcəksiniz. Amma bir mütəxəssislə işləsəz, məsələn, bir doğru mütəxəssislə işləsəz, siz artıq nəyisə dəyişəcəksiniz. Heç olmasa 50% dəyişə biləcəksiniz. Yəni özünüz də bilirsiniz ki, insan öz üzərində işləyirsə heç nə birdən-birə olmur. Zamanla bəziləriniz bir həftəyə, bəziləriniz bir aya, bəziləriniz illərlə ola bilər, amma əsla və əsla tez etməyəcəksiniz. Belə.